Putin dayandıra bilmir. Putin dayandırsa hakimiyyətdən getməlidir. Dayandıra bilmir. Özünü elə bir bəlaya salıb ki, Rusiyanı da o cümlədən elə bir duruma salıb ki, nə o başı boynuzu tikana çəpərə ilişən keçi mən deyirdim əvvəllər. Nə irəli gedə bilmir, nə geri çəkilə bilmir. Bax, belə qəribə bir vəziyyət. Mən demişdim, yəqin dostlarımız təhlilər, mən deyirdim ki, Novruz bayramından sonra Rusiya ərazisində ağır zərbələr endiriləcək. Və indi də bildirirəm, bunu çəkinmirəm deməyə, xəbərim də var. Təxminən 7-ci aydan başlayaraq Rusiyanın mərkəzi şəhərlərinə ballistik raketlər endiriləcək. Bunu heç kəs qəri başdan deyirik, kimin imkanı varsa köçün çıxın gedin. Bu xəbərdarlıqdır. Özünüzü, həyatınızı təhlükəyə atmayın. Çünki biz nə qədər beynəlxalq humanitar hüququ qorumalıyıq. Ukrayna beynəlxalq humanitar hüquqa hörmət edən dövlətdir. Mülki şəxslərlə müharibə aparmır. Amma əgər Moskva dayanmadan gecə-gündüz Ukraynanın mülki obyektlərinə zərbələr endirirsə, çünki gələn qış bizim üçün böyük problemlər ola bilər. Sağ olsunlar dostlarımız, o cümlədən Baltikan ölkələri, o cümlədən Allah Azərbaycana versin. Və burada baxanların hamısında elə bir ki, vergilərindən gələn pullardır. Yəni, bunu Ukraynalı belə qəbul edir. Azərbaycan xalqı göndərdi bizə, transformator göndərdi, generator göndərdi, bu olub. Amma gələn qışa saxlamamalıyıq biz bu məsələni. Və əgər, bilirsiniz, danışıqlar ona görə gedəcək ki, mən bu ifadəni belə deyim, danışıqlara məcbur edilməlidir Rusiya. Başqa cürə variant yoxdur. Başqa cürə heç cürə alınmır. Bunda nəsə bir humanistlik ola, nəsə bu doğrudan Rusiyanın taleyin fikirləşə, nə bilim ki, doğrudan da, yəni bilirsiniz, dövlət kişiləri olub. Bu günlər Allah yenə rəhmət eləsin, qəni hamısına rəhmət eləsin. Bizim üçün ağırlı gündür, 28 aprel. Dövlətçiliyimizin, respublikamızın süqut günüdür bu günləri. İşğalın günüdür, vətənimizin işğal günüdür. Bəli, vətənimizin işğal günüdür. Müəyyən məndə qara gündür, matəm günüdür. Pis gündür, ağır gündür. Və orada o parlamentdəki Məhəmməd Əmin Rəsulzadə ki, Əlidər Qarayev o birlər yazırlar. Biz zala girəndə bütün zal ayağa qalxdı, bir də Məhəmməd Əmin oturmuşdu, qalxmadı ayağa. Yəni, mən bolşevizmə baş əymirəm. Bilirsiniz bu məlumatları. Komissiya gəlir, danışıqlar, hökumətlərin verilməsi də, yəni qansız təhvil verilməsi, bəli. Bəli. Hamı qalxdı ayağa, komissiya içəri gələndə, bir də Məhəmməd Əmin işte tükü də tərpənmədi, oturmuşdu yerində. Biz bu xalqıq da, bu millətik, nə demək istəyirəm? Rusiya məcbur edilməlidir, başqa cürə başa düşmür. Məhəmməd Əmin Rəsulzadə bəlkə də ayağa qalsaydı, daha yaxşı talih ola bilərdi də. Bilirsiniz, belə bunu da demək mümkündür. Amma güzəşt yoxdur Azərbaycan üçün. Azərbaycan adına güzəşt bilməyib də Məhəmməd Əmin Rəsulzadə rəhmətlik. İndi Putin Rusiya adına güzəşt bilir, yoxsa bilmir? Bilmir təbii ki. Qanmır. Onun üçün vacibdir və doğrudan da ətrafı da ki, o yığıb öz bandasını, tələbə yoldaşlarının hamısı olub oliqarx, Rottenberg qardaşlarıdır, Kavalçuklardır, filan kəsdi, Çayka, Mayka, hamısı. Hamısı, harasına baxırsan, FSB-nin bir idarə rəisi, general-leytinat, general-polkovnik. Qrupunda oturub durduğu kimlər olubsa, hamısını eləyib, dövlətin bir idarəçiliyinə gətirib və geri də çəkilə bilmir, irəli də gedə. Halbuki, hansısa formada dayandırmalıdır da, yəni dayandırmağa məcbur edilməlidir. Bunun başqa variantı yoxdur. Həm maliyyə qaynaqları vurulmalıdır, bəli, müharibəni dayandıran Ukrayna sanksiyalarıdır, Avropa sanksiyaları işləmir. Ukraynanın neft sanksiyalarıdır və Rusiya ərazisinə endirilən zərbələr olmalıdır. Başqa ikinci bir variant yoxdur. Və bu da baş verməkdədir və sizə əmin edirəm, əziz dostlar, bir də xahiş edirəm, efirləri bəyənin paylaşın. Çünki bilirsiniz, Ruslar yıxıldıqca cəhənnəmə gedən özünə yoldaş axtarır. Və erməni hadisələri, Ermənistan seçkiləri fonunda Azərbaycana nəsə etmək istəyə bilər. Görürük, erməni genosidindən danışır Putin, Sakharova. Bəli. Hələ bu nədir ki? Hələ iyunun 7-si gəlsin, yaxınlaşsın, hələ 2 ay yarım var. Hələ 2 ay var. 2 ay yaxın vaxt var, daha doğrusu. Deməli, bu tipli məsələlər biz insanlarımız bilməlidir, maariflənməlidir ki, ehtiyatlı olmaq lazımdır. Hər yazdığımız ifadə, özdə ictimai, publik məkanda yazdığımız
Hamısına başımızdan cavabdeh olmalıyıq. Çox hadisələr açılışa gedir, o ədəbiyyatçılar bilirlər. Əgər kulminasiya çıxır o Hind filmlərində olan kimi. Yo, mən Kim musiqiçiyəm, biz də bilirik. Biz də reprizası var, Hə, kodası hə. vardır. Bəli, orada var. Hə, gəlir müəyyən bir həddə çatır da, həmin o həddəyik biz dostlar. Bax oradayıq. Hadisələr sınma nöqtəsi, başlayıb sınma nöqtəsi və təbii ki, burada rəhmətli Əbülfəz bəylə bir də gəldim ki, rəhmətli Çorbeçevdir rezidensiyada, o Göz İnstitutun yanında, iqamətgahda. Yeltsin oynuyordu televizorda, rəhmətli mənə dedi ki, imperiyalar dağılanda çox qan tökülür. Bizim baca biləcəyimiz bu olmalıdır ki, millətimizin az qan tökülsün. Allah'ın olsun deyil. İndi də əziz dostlar, hər birimizdən asılıdır. İctimai fəallardan, fikir adamlarından, politologlardan, nə bilim, jurnalist, hər kəsdən, hər bir vətəndaşdan. Biz bu günləri 24 saat, 24 yox, 25 saat işləməliyik. Başqa əlacımız yoxdur. Və bu bəladan keçən kimi inandırıram sizi, çox məqamlar öz yerini tutacaq. Çox işlər öz halına qayıdacaq. Çünki Rusiya dəhşətdir də. Hələ bizim axı bir problemimiz də var. Cənubda orada. O da əsas məsələdən oradadır. Mollalar bir gündə 3 dəfə deyirlər. Gedirik danışıqlara, Yaponların düyünləri, tankerləri keçdi. Filan kəsdən pul aldılar, buraxdılar, filan kəsi buraxmadılar. Belə qəribə. Dünyavi hakimiyyət qalıb kənarda, banditlər keçiblər yuxarı başa, nə də o İslam keşikçiləri deyirlər, nə deyirlər. Belə bu məqamlarda çox ehtiyatlı olmalıyıq. Çünki biz nə qədər qəribə səslənsə də, xalqı olaraq, Azərbaycan Respublikasının vətəndaşları olaraq sizə ilk növbədə aid. Rusiyanın və İranın taleyinə cavabdehik. Belə, biz istəyirik, istəmirik, amma belədir. İranın taleyinə birbaşa cavabdehik. Birbaşa, baş verənlərə birbaşa cavabdehik.